Bura Yasama rayonudur. Müslüm Parkında. Müslüm Parkı neydi o? Oradan Müslüm sözü aradan geldi benim ağlıma. Neyse yeniden başlayaq, heç de olmaz. Bura Yasama rayonudur, hörmətli izləyicilər. Geçmiş adıyla tanınan Musa Bəyov Parkı. Hər birinizi xoş gördük, dəyərli izləyicilər. Bax bugün bu Musa Bəyov Parkının yanından sizlərə eksklüziv bir mənzili təqdim edəcəm. Təmir zamanı mənzilə gəlmişəm dəfələrlə. Amma təmir yekunlaşandan sonra mənzildə olmamışam. İlk dəfədir bax mən özüm də gedirəm. Bax həmən gördüyünüz yeni tikili binadadır mənzil. Və buradan da birbaşa Elmlər Akademiyası metrosuna cəmi cümlətanı ayaqla geçir 5 dəqiqəlik məsafədir. Çox gözəl bir yerdə yerləşir bina. İndi gedək bina belə deyim, mənzillə bir yerdə tanış olaq. Bir daha sizləri salamlayıram, hörmətli izləyicilərim. Hər birinizi xoş gördük. Bayaq söylədiyim kimi, deməli, mənzildə təmir gedən zaman mən bu mənzilə bir neçə dəfə gəlib getmişəm və təmir tam yekunlaşandan sonra ilk dəfədir mən bu mənzildəyəm və təmirdə istifadə olunan keyfiyyətli materiallarla yaxından özüm tanış olmuşam. Bu mənzildə təmir zamanı istifadə olunan hamısı bütün materiallar Almaniya, İtaliya, Rusiya brendinə məxsusdur. Yəni təmirdən anlayışı olan insan, bu mənzilə gələn müştəri, təbii ki bu mənzilə olan təmirdən anlayışı olacaqsa, təmirdən anlayışı olacaqsa, bu mənzilin dəyər və qiymətini verəcək. Belə, bura mənzilin hol hissəsidir, əlavə qardirob da sifariş olunur, bu hissədə qardirob yığılacaq və holda yerləşir ayrıca həm sanitar qovşaq və hamam otağı. Bax, təkcə o şüşənin qiyməti 750 manat təşkil edir. Qapılar da hamısı bahalı qapılardır, 700 manatdır. Bir qapının qiyməti 700 manatdır. Hol hissəsi İtaliya brendinə məxsus kermogranit isti poldur. Neysə, davam edirik. İndi keçid alırıq mənzilin qonaq otağına. Deməli, hörmətli izləyicilər, bu mənzilin üstünlükləri çoxdur. Birinci üstünlüğü, hər otaqdan eyvana çıxışı var. Hər otaqdan eyvana çıxarkən bütün, belə deyim, qarşısı açıqlıqdır, yəni bina yoxdur. Hər otağa gün işığı düşür, yer çəkən mənzildir və hər otağın da yer döşəməsi Rusiyanın istehsal etdiyi bahalı parketdəndir. Qonaq otağından da eyvana çıxışı var, hörmətli izləyicilər. Geniş görürsüz eyvanı var və qarşısı var, belə açıqlıqdır. Yerləşmə yeri möhtəşəmdir, düz Musa Bəyov Parkının yanında. 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Ümumi sahəsi 125 kvadrat, qanuni 3 otaqlı. Sizə təqdim edirəm mənzilin bu otaqdan da eyvana çıxışı var. Hər otaqda da kondisioner quraşdırılır. Yataq otağını sizlərə hörmətli izləyicilər. Bu mənzilin belə deyim, əsas birinci yataq otağı sayılır. Deməli, hər iki yataq otağından eyni eyvana çıxışı var. Və sonunda indi sizlərə təqdim edirəm mənzilin mətbəxini, hörmətli izləyicilər. Qonaq otağından eyvana çıxışı olduğu kimi mətbəxdən də eynən eyvana çıxışı var və görürsünüz mətbəx mebeli yığılmayıb. Bu müştərinin zövqünə buraxılacaq. Müştəri öz zövqünə görə, belə deyim, müştərinin istəyinə görə mətbəx mebeli yığılacaq. Mənzil tam yaşayışa hazır mənzildir, sənədi çıxarışdır. Dövlət ipotekasını yoluyla da bax bu mənzili əldə edə bilərsiniz. Kimin üçün bu mənzil maraqlıdırsa, buyurub bizimlə əlaqə saxlaya bilər. Bir daha söyləyirəm, mənzillərə söz ola bilməz. Heç bir mənfi cəhəti yoxdur bu mənzilin. Gəlib mənzilə reallıda baxsaz, özünüz şahid olacaqsınız. Sağ olun, salamat qalın.